Salam, hər vaxtınız xeyir olsun. Deməli, bu gün nəyə baxasıyıq? Məntiq suallarına. Yəni, məntiq sual deyəndə ki, bu sualları əsasən, baxın, seçmişəm kitabdan. Belə saymadım düzü. 5-6 dənə var yəqin. Məntiq sualıdır. Niyə məntiq sualına baxırıq? İnformatika dərsi üçün, testi üçün. Çünki informatikanın tərkibində bilirik ki, istər mühitdə olsun, istər sertifikasiyada olsun, istər abituriyentlər üçün olsun, məntiq tipli suallar düşür, məntiqi suallar düşür. Yəni, bu sırf istər riyazi məntiq olsun, istər belə məntiqlər olsun, onlar da düşür. Yəni, sırf beləsi yox, amma məntiqimizi inkişaf elətdirəcək, məntiqimizi işlədəcək suallar düşür. İndi belə bir suala baxaq. Deyir ki, belə bir ifadə verilib, oxlarla göstərilir. Deyir ki, asılılıqları əsasən bu ifadəsinin qiymətini tapın. İndi biz burada nəyi tapmalıyıq? Burada məlum məsələdir ki, bu sağa ox, aşağı ox, yuxarı ox. Bu oxlar hər hansı bir əməl ifadə edir. İndi mən buradan baxıram ki, bizə bir dənə A verilir. Düzdürmü? Bu yuxarı ox. Mən düşünsəm ki, bu 2-yə vurmadır. Çünki yuxarı oxda 2-yə vurulur, sonra üstünə 3 gəlinir. Mən düşünsəm yuxarı ox 2-yə vurmağı ifadə eləsə, sağa oxda üstünə 3 gəlməyi ifadə eləsə. İndi baxaq. Sağa ox dedik 3 gəlir. Deməli, burada olasıdır mesela A götürülür. Burada olasıdır A plus 3. Düzdürmü? Yuxarı ox nədir? Yuxarı oxda 2-yə vurmaq. 2-yə vuranda olur 2A plus 6. Onda aşağı ox olasıdır. Burada 8A plus 24 almaq üçün. O da olmalıdır. Neynəmək? 4-ə vurmaq. 2A-nı 4-ə vururam 8A. 6-nı da 4-ə vururam 24. Deməli, aşağı oxda oldu 4-ə vurmaq. Burada da yoxlayaq bir dənə. Aşağı ox 4-ə vurmaqdırsa bu olur 4A. Yuxarı ox 2-yə vurmaqdırsa bura olur 8A bunu icra edəndə. Sağa oxda üstünə 3 gəlməliydi. O da olur 8A üstə gəl 3. Deməli, bu da doğrudur. İndi burada bunu hesablayaq. Yuxarı ox nədir? 2-yə vurmaq. 7-yə 2-yə vururam, alıram 14. Aşağı ox 4-ə vurmaqdır. 14-ü 4-ə vururam. 7-ni 2-yə düz vurdum da. Hə. 14-ü 4-ə vururam, alıram 56. Keçdim bu tərəfə. Sağa ox üzərinə 3 gəlməkdir. Alıram 5. Yuxarı ox da 2-yə vurmaqdır. Alıram 5 vur 2, 10. Sonra da bu 10-dan 56-nı toplayıram. 56 üstə gəl. 10, bu da olur 66. Bu sualımızda cavabımız oldu A variantı. Deməli, indi keçək digər suala. Bu da məntiqi bir sualdır. Deyilir ki, burada sözlər və onların şifrləri qarışıq verilir. Yəni, qarışıq nə deməkdir? Çal sözünün qabağındakı şifr 757 deyil. Ola da bilər, olmaya da bilər. İndi, baxın, bunu necə tapırıq? Baxıram ki, sözlərin 5-i də 5 hərflidir. 3 hərflidir. 5 hərfli neydi? 3 hərflidir. Və burada şifrlərimdə 3 dənə rəqəmlidir. Baxın, burada sonda 3 dənə L var. Sondan 3 dənə rəqəmi eyni olan hansıdır? 8-dir, düzdürmü? O zaman mən deyə bilərəm ki, L hərfinin şifri 8-dir. Təbii ki. Sonra, onda i nədir? Baxın, bunlar 8-dirsə, i də olasıdır 7. Sonra, L-nı tapdıq. Ələr nədir? Baxın, sonu 8 olanlardan ikinci hərfi eynidir. İkinci rəqəmi eyni olan 6-dır, düzdürmü? Onda mən deyə bilərəm ki, 6-dır. 6-dırsa, sonu 8 olan, ortası A olanda A olur 9. Deməli, çal oldu buna, onda. Tərlə çəli hələ dəqiq bilmirik. Ç deməli, onda 5-dir. Düzdürmü? Ç 5-dir. Ç 5-dirsə, deməli, kəl də bunadır, təl də qalır buna. Deməli, T da 4-dür. T da 4-dür. Burada bizdən iti sözünü istəyir. İni bilirik 7, T oldu 4, yenə 7. 7, 4, 7. Bu da olur A variantı. Sonra 42-də belə bir maraqlı sual var. Deyir ki, informasiyanın emal qaydasını müəyyən edib, sual işarəsinin yerində nə yazıldığını müəyyən edib. Baxın, 4, 2, 5-dən 18 alıblar, 1, 2, 3-dən 1 alıblar. 7, 7, 7-dən 42 alıblar. 2, 4, 7-dən 10 alıblar. 8, 2, 4-dən nə alıblar? Bunu soruşur. Baxıram ki, 4-ü 5-ə vurub, bir dəqiqə.
Hə, buradaydı. 4'ü 5'e vurub, mən 2'ni çıxsam 18 alaram. Düzdürmü? 1'i 3'e vurub 2'ni çıxsam 1 alaram. 7'ni 7'ye vurub 7'ni çıxsam, yəni kənardakı ədədləri vurub ortadakını çıxsam, bu çıxışdakı qiyməti alaram. 2'ni 7'ye vururam, 14, 4 çıxıram 10. 8'i 4'e vururam və 2 çıxıram. 32 minus 2, o da olur 30. Yəni C variantı. Sonra 44'te. Yenə emal qaydasını müəyyən edib sual işarəsinin yerində nə yazıldığını müəyyən edindik. Baxın, burada bir şey diqqət çəkməlidir bizdə. 9 3'ün kvadratıdır. 4 2'nin kvadratıdır. Yenə 9 3'ün kvadratıdır. 25'te 5'in kvadratıdır. İndi burada 3, 2, 3, 5 bunlar nəyi ifadə edir? Bunu tapmalıyıq. Baxın, burada kağız sözündə 3 dənə samit var. Gül sözündə 2 dənə samit var. Disk sözündə də 3 dənə samit var. Kompüter sözündə də 5 dənə samit var. Deməli, burada samitlərin sayının kvadratından söhbət gedir. Məsələn, burada 3 dənə samit var, 3'ün kvadratı 9 eləyir. Burada 2 dənə samit var, 2'nin kvadratı 4 eləyir. Burada 3 dənə samit var, 3'ün kvadratı 9 eləyir. Telefon sözündə 2 dənə samit var. 1, 2, 3, 4. Telefon. 4'ün də kvadratı olası da 16. Yəni C variantı. 45'te. Yenə deyir ki, emal qaydasını müəyyən edib, sual işarəsinin yerində nə yazıldığını tapın. Bu sual ümumiyyətlə sırf məntiqli bir sualdır. Baxaq. Deməli, baxın, bir şeyə fikir verin. Burada 3 AB yazılıb. Burada da 7 AB var, bir də 2 AB var. Bunlar əslində bizim diqqətimizi çəkməlidir. Burada 3-cü hərf nədir? R. Burada 7-ci hərf nədir? R. Burada 2-ci hərf nədir? R. Baxın, bu təsadüf deyil. Deməli ki, burada R hərfi əslində AB ilə işarə olunub. Sonra, birinci hərf, məsələn, Q hərfi PS ilə işarə olunub. Nə bilim, 5-ci hərf D fiil, 5-ci hərf nədir? O hərfi, D fiil ilə işarə olunub. Və fikir verin, 5-ci ilə 7-ci hərf eynidir deyə 7 də D fiildir, 5 də D fiildir. Belə bir maraqlı fakt var burada. İndi, bizdən soruşur ki, bunu tapaq. Bir yazılıb FA. Birinci hərf nədir? Birinci hərf FA soruşur. Baxın, FA-ya baxıram mən burada. FA ilə hansı hərf işarə olunub? 4-cü, buradakı 4-cü hərf. Buradakı 4-cü hərf X. Deməli, X ola bilər birinci hərf. Sonra ikinci hərfində Y-U yazılıb. Y-U ilə kodlaşan hansıdır? Buradakı yenə ikinci hərf O. Sonra, üçüncü hərfim AB-dir. AB ilə bayaq dedik, R-nı kodlaşdırmışıq. Dördüncü hərfim UV. UV 5-ci, buradakı 5-ci hərfdir. 5-ci hərfdə 1, 2, 3, 4, 5 T hərfidir. 6-cı hərfim X-dır. X-y. X-y görək varmı burada? Altıncı hərf X-y. Hə, yoxdur. Deməli, 7-ci hərf, yox, bir dəqiqə, mən səhv edirəm, 6-cı hərfin X-y, 5-ci hərf tapmalıyıq biz. 5-ci hərf D-F-dir. D-F burada var. Burada da var. Deməli, burada da var. Yəni, 5-ci, 7-ci hərflər U-dur. Sonuncu hərfimdə 6-cı da X-ydir. X-y burada yoxdur. Hansı ki, fikir verin, burada, məlum məsələdir ki, B variantıdır. M hərfi də yoxdur burada. Yəni, olmayan bir hərfdir, belə deyək, X-y, burada olmayan bir hərfin kodudur, şifridir. Ona görə olur burada B variantı. Sonra, baxaq buna. Hə, bu sualda deməli, tərəzi məsələsidir. Deməli, burada nə edirik? Baxın, 4 dənə L 2 dənə K-ya bərabərdir. 4 dənə L tərəzidə 2 dənə K-ya bərabərdirsə əgər, mən deyə bilərəm ki, bunları 1 dənə K 2 dənə L-ya bərabərdir. Düzdür? 1 dənə K 2 dənə L-dırsa, baxın, burada 1 dənə K-nın yerinə 2 dənə L qoyuram, bu K-nın yerinə 2 dənə L qoyuram, burada da zaten 2 dənə L var. Bu bərabərdir 3 dənə M-ə. Buradan deyə bilərəm ki, baxın, fərqli rəqmlə göstərim. Bu M buradakı 2 dənə L-ya bərabərdir. Bu M buradakı 2 dənə L-ya bərabərdir. Sonuncu M də sondakı 2 dənə L-ya bərabərdir. Yəni M 2 dənə L-dır. Deyə bilərəm də mən, düzdür?
M 2 dənə L-dırsa, 2 dənə M-də təsəvvür edin, M-in biri 2 dənə L, o birisi də 2 dənə L. 4 dənə L olmalıdır. Baxıram variantlarda elə bir cavab yoxdur. 4 dənə L cavabı yoxdur. O zaman nə edirəm? Baxıram ki, 2 dənə L-nın biri K idi. Bunu K ilə əvəz edeyim. Görək K-lığı varmı? K-lığı da yoxdur. O zaman bilirik. Bu 2 dənə L-nı K ilə əvəz edeyim. O da olsun L-K. Var mı necə? O da Y variantı var. Yəni burada sadəcə bir cavabla kifayətlənmirik. Müxtəlif cavablar var. Burada məsələn L da düz idi, K-L da düzdür, L-K da düz. Hətta araşdırsaq, məsələn L-nın yerinə başqa M-lar da qoya bilərik və s. O zaman başqa cavablar da alına bilər. 70-ci suala baxaq. Deyəsən bu sonuncudur. Hə. 70-ci sualda deyilir ki, simvollar ardıcıllığı və onların şifrləri verilib. Bu aşağıdakı simvollar ardıcıllığının şifrini müəyyən edin. İndi baxaq. Baxın, fikir verin. Burada qabağındakı deyil də, çox güman. Çünki burada birinci kvadratda 9 uyğundur, burada saat işarəsi 9 uyğundur. Deməli, bunlar qarışıq verilib. Düzdür, bayaqki kimi. Qarışıq. İndi, baxın. 2 dənə eyni kvadrat var, 2 dənə saat var. Fərqli olan bu qara kvadratdır. Deməli, bu qara kvadratı mən tapa bilərəm. Düzdürmü? Belə çəkim qara ilə. Deməli, qara kvadrat nədir? Fərqli olan. 2 idi, düzdürmü? 3-dən 3 eynidir, 9-dan 9 eynidir. Qara kvadrat 2 idi. Onda burada da qara kvadratdır deyə bu 2 ilə başlamalıdır. 2 ilə başlayan zaten bir dənə Y variantı var. Amma biz yenə axtaraq davamını. Deməli, dairələr hamısı, baxın, ikinci sıranın hamısı başdan ayağa dairədir. Və hamısı da 7-dir. Deməli, bu da 7-dir. Baxın, ikincisini də doğru tapdıq. İndi gəldik boş kvadrata, boş ağ kvadratımıza. Burada nəyi tapmaq istəyirəm? Baxın, bu sonda var. Yarısıq, yarısı qara. Bu nədir? 2 dənədir. Başqa ondan yoxdur. Yəni, başqa təkrar bir şey yoxdur. Bu 2 dənə eynisi də, baxırım, sonu eyni olan 8. Deməli, bu da 8-dir. Bunun da deməli, sonu 8-dir. Baxın, sonunda tapdım düz. Onda deməli, başı 2, sonu 8. Başı 2, sonu 8. Deməli, bu buna uyğundur, düzdür? Buradan da baxıram ki, 3-cü olan boş kvadrat 3-ə uyğundur. Dairə də onsuz ki 7 idi, bayaq tapmışdıq. 2, 7, 3, 7, 8. Bu da oldu Y variantı. İzahımız bu qədər idi. Məntiq suallarına aid izah idi bu. Sağ olun, gələn izahlarda.